Bacı sizə göstərsin ki, indi nələr alıbdır. Zeytun. Dünən gələndə heç nə almadıq. Oğuzda yediyimizin üstündəydik. Bugün toyuq filesi, bu dadlı olur. Qaqaş aldı. Soklar. Ata hamısını yığmadan burada. Burada zeytin yağım qutarmışdı deyə bundan aldım. Salat edəcəm özümə. Üçünə peynir. Qızlar üçünə elə bir tərkibini dəyişiblər. Hə, sizə də elə gəlmir. Tərkibi sanki dəyişilib. Mənə elə gəlir ki, bunun tərkibi dəyişilib. Limon aldım. 6 dənə. Smetan. Toyuğun döşətib. Qəşəng bir dənə qəlyanaltı eləyəcəm. Sizlə də paylaşacağım. Sonra bu Məstandan aldım. Ölürəm bu pendirdən ötürü. Bir dəfə bir sizlə də aldım. Bundan da aldım. Elə dadlıdır qızlar bu pendirdə. Çox dadlıdır. İtalyan pendiridir. Bundan da buna. Bunu da ikisini də 3 manat aldım. Sonra əti çəkdirdim. O qədər təmiz burada çəkirlər. Gözümün qabağında tərtəmiz çəkdim əti. Ondan sonra oradan çəkdi verdi mənə. 2 dənə pendir aldım. Bunları qaqaş aldım. Bunu amma mən aldım. Bunu özümə aldım. Tiramisu. Bunu da özümə aldım. Sən də aldın bundan bir dənə. Bunu birini sən, birini özümə aldım. Sonra bir dənə kalbasa, roston. Çox dadlıdır bunlar. Sonra bir dənə yağ. Qaş götür kluku da. Milan ayran. Bizim evdə qatığı qarışdırıb ayran eləmək olmur ki. Qaqaş müəllim bəyənmir. Bunun kökü qaqaş biraz başqa cür uşaqdır. Bu ayrı dünyadan gəlibdir. Həmişə bundan deyirdi almırdım. Bu dəfə aldım. Özümə də maraqlıdır. Balaca olur Magnum maroşnalarda. Qaqaş indi sən açsan axı. Onu açsan sən yemək yeməyəsən. Milan pendiridir. Özümlə heç nə gətirməmişəm deyə aldım qızlar. Əslində 2 günlük gəlmişəm. Yumurtadır. Tvaroqdur. Mayonez. Qış bunları sən yığasan hamısını. Şirin qarğıdalı. Baxın. Nə geçəndir. 2 ayrı nə yaxşı. Qızlar elə dadlıdır ki bu. Düzdür bahadır amma çox dadlıdır. Bunu bilirsən nəzəri? Neçədir? 14 manat aldıq onu. Sən afis uşaqsan. Çörək. Yox görək. Bundan sizə bir dənə qəlyanaltı eləyəcəm. Bu da həmin tvarojnik. Burada nə var? Burada da qızlar. Meyvə tərəvəzdir. Hərəsindən biraz aldım. Pomidordur, qazaq pomidoru, şəftəlidir, ərikdir. Sonra badımcan. Əsas məsələ slivka. Bundan turşu bişirəcəm, paylaşacağım sizlə. Elə dadlı slivadır. Bunu Oğuza gedən kimi də bacı qurudacaq. Sliva gəvalıdır.